Hər vaxtınız xeyir. Bugün glaksiniyalardan danışacağıq. Bu güllər çox gözəl rənglərlə və gül açdıqdan sonra çox qalmağı ilə sizi valeh edəcək. Sözün düzü, mən neçə illər bundan qabaq, hər halda bir 15-20 il bundan qabaq bu güllərdən çox almaq, böyütmək istəyirdim, lakin məndə alınmırdı. İndi bunun səbəblərini necə ortadan qaldırmaq olar, mən bu barədə sizə danışmaq istəyirəm. İstəmirəm ki, siz də mənim kimi əziyyət çəkəsiniz. Birincisi, gəlin baxaq nə qədər gözəl güllərdir. Rəngləri cürəbəcür. Nə rəng istəsəniz var. Ağdan tutmuş tünd göy rənginə qədər nə rəng istəsəniz bu güllərdən əkə bilərsiniz. Daha sonra bunlar təkcə qıf şəklində olmur. Gördüyünüz kimi qəliz yarpaqlı da olurlar. Qıf şəkildə olanları bu cürədir. Qəliz yarpaqlı olanları isə qızılgülə oxşayır və ya bənövşələr olur, onlara oxşayır. İndi sizə deyim ki, bənövşə dedim, elə bilərsiniz ki, bunlar da o cürə xırdadır. Xeyr, bunlar xırda deyil. Çox iri gülləri var. Gül açanda siftə bunların butonları, qönçələri deyək, qönçələri hardasa qoz boyda olur. Sonra isə yavaş-yavaş açılırlar. Bəziləri xırda güllü olur. Bax, indi gördüyünüz kimi, burada güllər biraz xırdadır. Gül açanda böyük bir buket əmələ gəlir. Stolun üstünə qoyursunuz və gözünüzdə oxşayır. Bu isə iri qıf şəkildə olanlardır. Yarpaqlar görürsünüz nə qədər açılıb. Deməli, siftə açılanda bu yarpaqlar balaca olur, sonra get-gedə böyüyür və bu şəkili alır. Yəni ki, bugün gül açdı, sabah soldu, belə bir şey yoxdur. Qəliz yarpaqlılar isə sizi qızıl güllərə elə bil ki, götürüb aparacaq. Görürsünüz, bəzi rəngləri elə bil ki, qızıl güldür. Və gördüyünüz kimi orada bax, fındıq boyda butaları görürsünüz. Sonra butalar yavaş-yavaş açılır və iri-iri güllər sizin gözünüzü oxşayır. İndi isə gəlin görək bu nədir. Bu belə eybəcər bir şey, həmin gülün köküdür. Kartofa oxşayır desəm yalan olar. Əgər dükandan alırsınızsa və bilmirsiniz onu necə əkəsiz, elə bunu gül dükanında, gül satandan da soruşa bilərsiniz. Amma bu cürə bir kartofa bənzər bir şey görsəniz, onun başında ya bəzən belə yarpaq görə bilərsiniz, əgər vaxtı ötübsə, beləsini almağa dəyməz, qabaqcadan deyim sizə, ya da köklərini görürsünüz ki, yuxarıdadır. Əgər köklər yuxarıdadırsa, hər şey qaydasındadır. Bayaq dediyim ki, bunu almağa dəyməz. Mən almışdım və onu bu cürə yarı böldüm. Bundan 2 dənə gül əldə etdim. Görürsünüz, kökləri yuxarıdadır. Bu haldadırsa siz onu 2 yerə bölə bilməzsiniz. Ona görə ki, onun bir özəyi var. İndi gəldiniz dükana. Görürsünüz ki, bu cürə deməli kartof deyək bunlara. Köklər var, kartofu bənzər. Baxırsınız, hər tərəfində bunların kökü var. Bəs mən bunu necə gətirib əkəcəyəm evdə? Bir neçə il bundan qabaq gül dükanından eyni ilə mən bu cürə 3 dənə kök aldım, gətirdim. Və gül dükanında satıcıdan soruşdum. Mən bunu necə əkməliyəm? Bunun başı harasıdır, aşağısı harasıdır? Sözün düzü düzəməli mənə başa sala bilmədi. Dedi ki, hə baba, elə belə ək, o özü çıxacaq. Mən gətirdim evə, onu əkdim, çürütdüm və tulladım. Sizdə də belə olmasın deyənə, siz həmin kökü qəşəngcə yuyun. Yuyandan sonra baxın. Yəni, soyuq suyun altında qəşəng yuya bilərsiniz. Siz onu hələ ki əkməmisiniz. Baxın, əgər bu cürə çıxıntılar görə bilirsinizsə, bax o qırmızı ox işarəsi qoyduğum yox.
Bu bursu 2 dənə çıxıntını görürsünüzsə, siz o qırmızı ox işarəsi olan hissəni torpağa tərəf, bu bursu ağ hissələri isə yuxarıya tərəf əkə bilərsiniz. Və torpağınızı çox sulamayın, birazcık nəm edin. O özünü göstərəcək. Düz əkmisiniz, ya düz əkməmisiniz. Və ya gətirin evə, yaxşıca onu yuyun. Bu gördüyünüz körpə bir köktür. Onun üstündə gördüyünüz kimi o qədər çox xırda-xırda köklər yoxdur. Amma bura daha çətin, necə deyim, tapmaq olur ki, burada bunun baş hissəsi hardadır, bu hardan özünə deməli yarpaq buraxacaq. Elə bunu yuyandan sonra yaş torpağın üstünə qoyun. Üstünə də bir salfetka atın. 1-2 həftədən sonra baxın, görəcəksiniz ki, o sizə 1-2 dənə ya bir yerdən ya 2 yerdən yarpaq balaca cücərdir. Ya torpağın üstünə gətirin, bu cürə qoyun. Yenə də əgər bu haldadırsa, kökləri yuxarıdadırsa, aşağıda heç kökü yoxdursa və ya daha çox kök yuxarıdadırsa, onda bu şəkildə əkə bilərsiniz. Yenə də suyunu ancaq nəlbəkidən ya altında olan qabdan suluyursunuz və çox az suluyursunuz. Yavaş-yavaş o sizə bu cürə yarpaqlar verəcək. Yəni bu dəfə aldığım köklər mənə bu cürə yarpaqlar verdi və gördüyünüz kimi, bax bu o kəsdiyim, 2 yerə böldüyüm, xəstə hesab elədiyim və ya əkiz hesab elədiyim köktür. Görürsünüz, yarpağı da bunun elə özü kimi 2 dənəlidir. Bu isə sağlam tünd çernin rəngində olan Gloxiniyadır. O düzgün yarpaqlar verib və yavaş-yavaş böyüməyə başlayıb. 3 həftə keçib. 1 həftə keçəndən sonra balaca yarpaqlar əmələ gəldi. Yəni lap elə buğda boyda. Sonra yavaş-yavaş başladı böyüməyə. Deməli, yadınızda saxlayın. Buna ancaq üzr istəyirəm, nəlbəkisindən sulamaq olar və altındakı qabdan sulamaq olar. Çox az, ancaq torpağı nəm olsun. Gördüyünüz kimi tünd bənövşəyi rəngdə olan gülüm açmışdı. Mən onu şəkil çəkmişdim, sizə göstərdim. Bu isə o deməli yarı böldüyüm, kartofu yarı böldüyüm güldür. Yenə də özü üçün böyüyür. Görək bunun gülü necə olacaq. Daha doğrusu mən onun gülünü görmüşəm. Gül açanda yenə də sizə göstərəcəyim. Kökdən başqa bu gülləri necə əkmək olar? Yarpaq vasitəsilə və ya toxum vasitəsilə də əkmək olar. Ən asanı kök vasitəsilə, yəni həmin ili siz gül əldə edə bilərsiniz. Bir az qəlizi isə yarpaq vasitəsilədir. Yarpaq vasitəsilə olanları isə mən sizə gələn videoda göstərəcəyim. Hələlik isə sağ olun, sağlıqla qalın, özünüzdən müğayət olun. Yenə də qonağım olun, sizə bu güllər haqqında ətraflı məlumat verəcəyim. Xudahafiz.